Amma oyun sevərlər, Haydayı sevib oynayanlar. Deməli, bugün Haydayda olan yeniliklər haqqında danışaq. Deməli, yeniliklər odur ki, yeni derbi başlayıb. Keçən derbi bitdi. Hədiyyələr qazandıq. Şampionlar Liqindəyik. Yəni iki derbidir ki, yəni birinciliyə doğru gedirik də. Belə daha sonra yeni derbi də başlayıb. Başlamağına az qalıb, başlayıb deyəndə 10 saatdan sonra başlayacaq. Daha sonra yeniliklərdən mahalli dostluq etkinliyi onu bilirdik. Çarkı fələyə genişlətmə izni gəlib. Ondan da əlavə olaraq başqa yeniliklər də gəlib. Bunları da deyim sizə. Deməli, burada ücretsiz hediyeler var. Her gün ücretsiz, yoksa 4 gün gündə bir dəfə ücretsiz onu almaz ala biləcəyik. Yeni gəlib. Ondan da əlavə katalog keçən oyundan gəlmişdi, çəkmişdim sizə. Yenilənib katalog 6 günlük. Panda uykusu, pandada tırmanma direği, Bamboo City'di, onu mən aldım birin. Yəni ki, bunlar yenidir, yeni gəliblər. Bunları da alıb kolleksiyonu tamamlamaq olar. Bir də burada əlavə XP də var. O çiçəklə onu da almaq olar. Dediyim kimi, buradaki pandaları alsanız, burada kolleksiyonu tamamlayacaqsınız. Yəni bu hal-hazırda orada var. Bunlar da gələcək və yaxud da ki, burada təklif edirlər. Ödənişlə girib götürmək olar. Ondan əlavə yenə də bir yenilik var. Deməli, giririk burada. Misal üçün ki, yardım istəyənlərə baxın. Misal üçün Kaliyə yardım istəyən var burada. Bir misal bunu aldıq. Alandan sonra görürsünüz, bizi göstərir ki, burada. Özü göstərir ki, buradan yardımı maşınla istəyir də. Yəni özü burada ox kimi göstərir ki, maşına yardım istəyir və olsa ona köməklik eləmək lazımdır belə. Daha sonra girək bir başqasına görək ayrı nə yardım istəyənlər var. Daha sonra görürsünüz, burada da göstərir ki, gəmidə yardım istəyir. Deməli, yaxınlaşır bura. Hər gəmidə yardım olsa karqonu doldururuq. Görürsünüz, buraya yaxınlaşanda gəmidən uzaqlaşan kimi ox kimi gəlməyi göstərir. Daha sonra burada deyəsən ox göstərmiyor. Burada yardım istəmir. Orada katalogda yardım kimi qalsa da burada yardım yoxdur. Yardım olanda göstərir. Görürsünüz, burada maşın olduğunu göstərir və bir də görürsünüz, göstərir ki, kasabada da yardım var. Hər iki tərəfdə ox göstərir. Yəni ki, bu da gələn yeni yenilikdir. Daha yaxşı, asandır ki, yəni bilirsən ki, sənə yardım hardan istənilir, hardadır, daha rahat olur. Bu qədər. Bir də ki, yeniliklərdən biri kamyonetdə olan bu betadan çıxıbdı da, bu ödül olaraq verilir. Betadan çıxdı. Çünki beta bəzi çiftliklərdə olurdu, bəzilərində yox. İndi hamısında var. Hal-hazırda bu ödüllər. Daha sonra Farm Pass'da da əlavə ödüllər var. Daha bu da bir yenilikdir ki, Farm Pass'da da ekstradan ödüller gəlib. İkinci mən də az da olsa bir sürü yol qət etmişəm. Hədəflər də ki, misal üçün ki, yəni normal hədəflərdir. İnşallah ki, siz oynayıb yerinə yetirərsiniz. Deməli, bugünlük bu qədər. Yenə də gələn yeniliklər barəsində sizə məlumat verəcəm.